Hamınıza salam əzizlərim. Dostlar, gördüyünüz kimi bu günlərdə də müsəlmanlar hoqqa verir. Dövlətləri bir-birinə qatırlar. Dostlar, güya bir şayə var ki, Məhəmməd son peyğəmbərdir. Dostlar, ərəb tarixində tapdım ki, bu sən demə şayə imiş. Məhəmməddən də sonra peyğəmbərlər çıxıbdı. Məhəmməd dövründə Əsvəd adında bir peyğəmbər olur. Əsvəd Əl-Ansi. Məhəmməd pərəstlər gecə Məhəmməddən gündüz beyinlərində Məhəmməddən dururlar, gecə beyinlərində Məhəmməddən yatırlar. Gecə yuxularında da Məhəmmədi görürlər. Bunların həyatları elə bundan ibarətdir. Bunlar millətdən məzələnirlər, millətdən Dostlar, bunlar o qoyumdur ki, baş qırxmağı ibadət sayırlar. Gedirlər Məkkədə, boş-boş işlərlə məşğul olurlar, başlarını qırxırlar. Hoqqabaz müsəlmanlar.